Uğur qazanmaq heç vaxt sənin üçün bu qədər əlçatan olmamışdı. Əgər sən də öz işini qurmaq, öz vaxtının sahibi olmaq və sağlam yaşamaq istəyirsənsə, bu fürsət tam sənin üçündür. Təqdimat boyunca telefonlarını səssiz moda qoy və suallarını not almağı unutma. Hər kəsi salamlayıram. Mən Məhəmməd İsmayıllı. Bu gün sizlərə Amerikan şirkəti olan Forever Living Products haqqında bəzi məlumatlar verməyə çalışacağam. İstər bu şirkət haqqında, istər məhsulları, istərsə də marketinq və qazanc planı haqqında sizlərlə bəzi informasiyalar bölüşəcəm. Əgər siz də həyatınızda yeni bir dəyişiklik yaratmaq istəyirsinizsə, bu mesajı bir şans olaraq sayın. Sadəcə qulaq asın. Bəlkə də bu iş məhz sizin axtardığınız fürsətdir. O zaman siz də bir addım atın, Forever fərqi ilə tanış olun. Forever Living Products 1978-ci ildə Rex Morgan tərəfindən Amerika Birləşmiş Ştatlarının Arizona ştatında yaradılmışdır. 160-dan çox ölkədə rəsmi fəaliyyət göstərir. Dünyanın ən böyük aloe vera yetişdiricisi və istehsalçısıdır. 17 ildir ki, Azərbaycanda da fəaliyyətini uğurla davam etdirir. Forever Living Products dünyanın bir nömrəli aloe vera istehsalçısı olmaqla yanaşı, unikal konsepsiyaya malik olan qlobal bir şirkətdir. Texas, Meksika və Dominikanda şirkətin özünə aid aloe plantasiyaları mövcuddur. Forever Living'in aloe məhsulları təbiətin özündən gəlir. Tarlalar və fabriklər şirkətin özünə aid olduğu üçün şirkət sıfır borcda işləyərək sabit və dayanıqlı maliyyə vəziyyətini tənzimləyir. Forever Living şirkəti keçi və qoyunlar vasitəsilə tarlalarda ekoloji təsərrüfatın formalaşmasına öz töhfəsini verir. Həmin heyvanlar alaqotlarını yeyərək torpağın təmiz qalmasını təmin edir və eyni zamanda torpaq üçün təbii gübrələmə sistemini həyata keçirirlər. Bununla da şirkət uzun müddətli məhsuldarlıq və ekosistem tarazlığını qoruyub saxlayır. İndi isə sizlərə bir video təqdim etmək istəyirəm. Bu video sizlərə Forever Living'in necə işlədiyini və necə fərqli olduğunu göstərəcək. Təmiz məhsulun, şəffaf istehsalın və güclü sistemin necə qorulduğunu siz də görün. Sadəcə izləyin və fərqi hiss edin.
Forever Living Products sağlamlıq sektorunda fəaliyyət göstərərək təbii tərkibli sağlamlıq məhsulları istehsal edir. Günlük enerji və immuniteti gücləndirən qida əlavələri ilə yanaşı, saf aloe vera əsaslı dəri baxımı və gözəllik məhsulları təqdim edir. İstehsal etdiyi arı məhsulları vasitəsilə vitaminlər və detoks dəstləri ilə bədənin təbii yolla dəstəklənməsini təmin edir. Həmçinin Forever Living sağlam həyat tərzini təşviq edən biznes fürsətləri də təqdim edir. Forever Living Products dünyanın 160-dan çox ölkəsində fəaliyyət göstərməklə daha sağlıqlı və varlıqlı bir yaşam üçün milyonlarla müştərisinə və distributorlarına keyfiyyətli məhsullar və çox avantajlı qazanc planı təqdim edir. Videonu bura qədər aralıqsız izlədinsə səni alqışlayıram və sənə təşəkkür edirəm. İndi isə nə işdir bu Forever deyirsənsə o zaman gəl izah edim. Bəlkə də həyatın dəyişəcək. Zəhmətinə dəyəcək bir sistemlə tanış ol. Forever Living'in marketinq planı haqqında danışmazdan əvvəl biz klassik, ənənəvi ticarətlə network marketinq arasındakı fərqi bilməliyik. Siz hal-hazırda ekranda klassik ticarət modelinin sxemini görmüş olursunuz. Burada hər hansı bir xam mal fabrik və ya zavod tərəfindən alınaraq müəyyən bir məhsul istehsal olunur. Sonra bu məhsul distributor şirkətlərinə verilir. Distributor şirkətlər reklam xərcləri ilə birlikdə bunu topdan satış nöqtələrinə verir. Sonra topdan satış nöqtələrindən pərakəndə satış nöqtələrinə, oradan isə istifadəçi kütləyə, yəni istehlakçı təbəqəyə satış edilir. Nəticədə istehsal həcmi və yaxud başqa sözlə desək, maya dəyəri 5 manat olan məhsul istifadəçi kütləyə çatana qədər 10 manat olur və aradakı bütün xərcləri biz ödəmiş oluruq. Forever Living'də isə network marketing üzərindən fəaliyyət göstərdiyinə görə bunu əsaslandıraraq deyim ki, Forever Living'də demək istehsalçı şirkət olaraq Forever var və Forever'ın biznes ortağı olaraq müstəqil distributor olaraq siz varsınız. Məhsullar sizin vasitənizlə istifadəçi kütləyə, yəni istehlakçılara ötürülmüş olur. Beləliklə az öncə qeyd etdiyimiz klassik ticarətdəki 5 manat xərcləri network marketingdə Forever Living öz biznes ortaqlarına, öz distributorlarına ödəmiş olur. Və beləliklə də Forever Living'in qazanc planı formalaşmış olur. Həmçinin klassik və network ticarət arasında fərq ondan ibarətdir ki, klassik ticarətdə məhsul fabrikdən gəlir, 5-6 əldən keçərək daha baha satılır. Networkdə isə məhsul birbaşa şirkətdən alıcıya çatır və daha ucuz formada. Klassik ticarətdə böyük sərmayələr tələb olunur, icarə haqqı, işçi haqqı və digər xərclər. Networkdə isə demək olar ki, sərmayəsiz başlayırsınız işə, telefon və internet kifayət edir. Klassik ticarətdə rəqabət çoxdur, eyni məhsulu çoxları satır. Networkdə isə sistemi paylaşdıqca qazanc faiziniz daha artır. Klassik ticarətdə iş saatları sərtdir, məkan sabitdir. Networkdə isə vaxt və məkan baxımından sərbəstsiniz. Forever Living'in qazanc planı haqqında danışmazdan əvvəl CC termini haqqında anlayışımız olmalıdır. Çünki bu CC'lər vasitəsilə Forever Living'in qazanc və karyera planı müəyyənləşmiş olur. Forever Living'də CC, Case Credit termini yeni başlayanlar üçün çətin görünə bilər, amma əslində çox sadədir. Forever məhsullarının üzərində CC, Case Credit, yəni kredit balları var ki, bu ballar vasitəsilə sizin iş həcminiz müəyyənləşir. Lap sadə və anlaşılan formada desək, fərz edin ki, bir market kartınız var və hər alışınızda sizə xallar toplanır. Forever'da isə bu xallar CC adlanır. Fərq ondan ibarətdir ki, marketdəki xallar sizə endirim gətirir, Forever'dakı CC'lər isə sizə pul, karyera və pasiv gəlir gətirir. Forever Living'in karyera pillələri haqqında da sizlərə məlumat verim. İlk olaraq siz Forever'a qoşulmaq üçün özəl müştəri və yaxud asistan supervisor formasında qoşula bilərsiniz. Minimum 50 manatlıq məhsul sifarişi ilə özəl müştəri olursunuz və yaxud bir dəfəlik sürətli başlanğıcla asistan supervisor olmaqla Forever'da fəaliyyətinizə başlamış olursunuz. Forever'da karyera pilləsi asistan supervisordan başlayır. 2 ay ərzində 2 CC etdiyiniz təqdirdə siz asistan supervisor olursunuz və 30% endirim haqqınız olur. Növbəti karyera 1 ay ərzində 10 CC etdiyiniz təqdirdə supervisor karyerasına qalxırsınız.
38% ümumilikdə endiriminiz olur. Digər bir karyera bir ay ərzində komandanızla birgə 60 cc etdiyiniz təqdirdə 30%-dən əlavə 13%-də endirim haqqı əldə etmiş olursunuz və ümumilikdə sizin 43% endiriminiz olur. Növbəti karyera isə 2 ay ərzində 120 cc və yaxud 4 ay ərzində 150 cc etdiyiniz təqdirdə 30%-dən əlavə 18%də şəxsi endirim qazanırsınız. Ümumilikdə sizin 48% endiriminiz olur və şirkətin menecer karyerasına yüksəlmiş olursunuz. Forever Living'də 2 yolla asistan supervizor olmaq mümkündür. Birinci yol sürətli başlanğıc dəstini almaqla, ikinci yol isə 2 ay ərzində 2 balı tamamlamaq şərti ilə. Asistan supervizor olmaq demək, Forever Living şirkətinin biznes ortağı olmaq deməkdir. Siz bu karyeraya qalxmış olduğunuz təqdirdə istənilən sayda şəxslərə distribütorluq vermək haqqına sahib olursunuz. Həmçinin bununla yanaşı, şirkətdən ömür boyu 30% endirim haqqı əldə etmiş olursunuz. Birinci yol sürətli başlanğıcla asistan supervizor olmaq. Professional başlanğıc seti ilə siz bir dəfəyə 2 cc-ni tamamlayırsınız. Təqribən bu 770 manat dəyərində olan bir məhsullardır ki, bu məhsulları aldığınız təqdirdə siz 2 cc-ni tamamlayırsınız və şirkətin biznes ortağı olursunuz. Asistan supervizor karyerasına yüksəlirsiniz və Forever Living şirkətindən ömür boyu 30% endirim haqqı əldə etmiş olursunuz. Bununla yanaşı biznes ortağı olursunuz. İstənilən sayda şəxslərə distributor vermək haqqına sahib olursunuz. Pərakəndə satışlarınızdan 30%, özəl müştəri gəlirlərindən 25%, aktivlik əsasında da əlavə 5% gəliriniz formalaşır. Asistan supervizor olmaq üçün ikinci yol məhsulları istifadə edərək və yaxud müştəri balları ilə 2 cc-ni tamamlamaq şərti ilə. Siz minimum şirkətdən 50 manatlıq şəxsi istifadəniz üçün məhsul aldığınız təqdirdə Forever Living-in sisteminə daxil olursunuz və 5% endirim haqqı əldə edirsiniz və şirkətin özəl müştərisi olursunuz. 2 ay ərzində siz bunu 2 cc-yə tamamladığınız təqdirdə, bu da təqribən 1000 manatlıq dövriyyədir ki, tamamladığınız təqdirdə asistan supervizor karyerasına qalxmış olursunuz və az öncə qeyd etdiyimiz karyera və gəlirləri bu karyeradan artıq əldə etmiş olursunuz. Forever Living-də asistan supervizor olduqdan sonra siz 30% endirim haqqı əldə etmiş olursunuz və pərakəndə satış qazancından 30% gəliriniz formalaşır. Misal üçün, siz ay ərzində 1000 manatlıq satış etdiyiniz təqdirdə 300 manat qazancınız formalaşır. Bu rəqəmlər şərtidir, daha da yüksək ola bilər, təbii ki, bu sizdən asılıdır. Forever Living-də komanda qurduğunuz təqdirdə gəliriniz daha çoxalır. Bu sxemdə asistan supervizorun 3 şəxsə distributorluq verməsi haqqında bir sxem göstərilmişdir. Ortalama toplam qazanc 580 manat arasıdır. Forever Living-də bir çox gəlir növləri vardır ki, bunlardan ilki pərakəndə satış gəliri ilə bərabər özəl müştəri gəliri, distributor, qrup gəlirləri, liderlik bonusları, gen bonusları, maşın planı, özəl promosiyon, dünya səyahətləri və Chairman's bonusla bərabər gerçək təqaüdə çıxmaq şansı da Forever Living-də qazana bilirsiniz. Forever Living-də maşın planı promosiyonu haqqında sizlərə məlumat verim. Qrupunuz və komandanızda şirkətin müəyyən etdiyi, müəyyən hədəfə qoyduğu CC ballarını tamamladığınız təqdirdə 36 aya qədər 400, 600 və 800 evro arası şirkət sizə aylıq ödəniş etmiş olur. Bir növ kredi kimi düşünün, siz maşını kredidə götürürsünüz və bu krediti şirkət ödəmiş olur. Həmçinin Forever Living-də pulsuz xarici səfərlər, tətillər, mükafatlar əldə etmək olur. Forever Living-də Eagle Manager ralliləri ilə bərabər
qlobal rallilərdə mövcuddur ki, bu ildə bir dəfə keçirilir. Bu o deməkdir ki, şirkət illik tutalım 1 milyard dollar dövriyə eləsə, onun müəyyən bir faizini öz uğurlu biznes ortaqları arasında bölüşdürərək çek formasında onlara təqdim etmiş olur. Niyə bəs Forever-da işləməliyik? Bunun üçün səbəblər göstərsək, ilk öncə Forever Living aloe veranı öz bağında yetişdirir, məhsullarını öz fabrikində istehsal edir, tərkibini öz alimləri araşdırır, bu məhsulları 170-ə yaxın ölkəyə çatdırır, öz işini qurmaq imkanı verir, risk yoxdur Forever-da, başlamaq üçün böyük sərmayə sizdən tələb etmir, piramida sistemi deyil, bunu bir daha vurğulayım, Forever-da piramida sistemi deyil və eyni zamanda qlobal bir şirkət olmaqla bərabər tam qanuni fəaliyyət göstərir. Forever-la bağlı daha detallı, daha ətraflı məlumat almaq istəyən, həmçinin öz işini, öz biznesini qurmaq istəyən hər bir şəxs mənimlə mobil nömrə vasitəsilə əlaqə saxlaya bilər. Forever Living məhsulları beynəlxalq keyfiyyət standartlarına cavab verir və dünyanın bir çox ölkəsində tanınmış rəsmi sertifikatlara malikdir. Bu sənədlər məhsulların təhlükəsizliyini, təbii tərkibini və keyfiyyətini təsdiqləyir. İslami halal, dermatest, koşer sertifikatı, GMP və bununla əlaqədar bir çox sertifikatlar Forever məhsullarının orijinallığını və keyfiyyətinə zəmanət verir. Forever Living məhsulları barədə növbəti videolarımda hər biri haqqında daha detallı şəkildə məlumatlar verməyə çalışacağam. İndi isə hər birinizə təşəkkür edirəm. Mənə zaman ayırdığınız üçün çox sağ olun. Forever məhsulları ilə bağlı vizual video təqdimat edirəm.